Onun 5 yaşı var. O ürək xəstəliyindən əziyyət çəkir. Ağlayırsan sən? Haram ağlayır? Maddi sıxıntı valideynləri çarəsiz vəziyyətdə qoyub. O əzabı çünki anamda ölüb, dünyasını itirib çəkib görmüşəm mən. İstəmirəm, ana dərdi bir yandan, bala dərdi də təzdən mənə dağ olsun. Vaxtlardır. Tibbi ocaqlara bu qədər vəsait sərf edib bunu istifadəyə verilirsə, nəyə görə imkansız bir ailənin uşağı gedib orada pulsuz və yaxud da ki, güzəştli şərtlərlə müalicə olunmasıdır? Allah qatında da bir adamı xilas eləmək bütün insanları xilas etmiş kimi sayılır. Onun baş həkimi belə hesab eləməlidir ki, bu uşaq onun öz uşağını hesab eləməlidir, özünün nəvəsi kimi onu qəbul eləməlidir. Mən burada müraciət eləyirəm ürəyində, yəni özünü müsəlman hesab eləyənlərə, çünki bu savab qazanmaq üçün çox böyük şansdır. Bəs nigaha daxil olan insanların psixoloji durumu yoxlanılırmı? Kim elə böyrünə keçən kimi yoldaşımın bir vəziyyət var. Qadın o kişi olur, elə böyrünə keçdir, dua gətirdi. İki uşağımın ikisini də itin qabağına qoydu, qaynatamla qaynana. İt qorxutdu, döydü, astılar, göydən astılar. İtin qabağından ki, qoy it yesin. Sizə dua cadı eləyirlər də deyirsiniz. Bəli, qaynanəmdir. Bu işlərin hamısını eləyən qaynanəmdir. Nə qədər nadan adamlardır ki, uşağı qorxuzmaqdan ötürü olar. İki uşağı həyatını tamamilə faciəyə çevirirlər. Mütləq şəxsin əlində məhkəmənin qərarı olarsa, biz onu nigaha daxil edə bilmərik. Belə olan təqdirdə ata hansı məsuliyyəti daşımalıdır? Xanım birinci növbədə iddia qaldırıb məhkəmədə az yaşlı uşağını atasından tələb eləməlidir. Bütün bunlar həftənin 3-cü günü saat 21:15-də Bu Bizikdə.